Salam, sabahınız xeyir olsun. İnşallah gününüz də uğurlu. Bu dəfə sizlərə Kürdaxanda məktəb var. Hamı 304 nömrəli məktəb. Düz onun yanıdır. Yəni məktəbə bir addımdır. Çox vaxt deyirlər ki, müştərilər, məsəl üçün məktəbin yanı deyirsiniz, nə bilim filan yer deyirsiniz, saatlarla aparırsınız bizi yolu. Vallahi yox, mən elə demirəm. Yəni heç kəsə görə bilməz. Ki, mən elə bir söhbət demişəm ki, məktəbə yaxın, yola yaxın saatlarla yol aparmışam. Yox. Kürsülüdür, qoşadaşdır, 2 otaqdır, 2 sotda torpağı var. 2 otaqdır, hə. Mətbəx, əvvəl bu evdə yaşayış olub, adam özü yaşayır. İndi yaşamır, qoyub evini satışa. Düz qapısına kimi də asfalt, yenə deyirəm. Məktəbi 304 məktəbi burada hər kəs tanıyır, bilir ki, burada 304 nömrəli məktəb haradır. Qiymətində də endirim olacaq. Hər halda dostlar, məsəl üçün, ev yiyələri belə fikirləşir. Bax, bura girəcək, koridordur. Ev yiyələri belə fikirləşir. Məsəl üçün, evimi 50 minə qoydum. 50 minə qoydum. Hər halda gələn şəxs endirim istəyəcək. Endirim istəyirsə, mən də ona endirim eləyirəmsə, o zaman evim gəlir, daha da ucuz düşür. Qoyduğu qiymətdən də hər halda gəlirsiniz, ev yiyəsi ilə özünüz danışırsınız. İnşallah ki, razılaşırsınız. Hər halda alanla satan arasında fərq olur. Hə, 2 otaqdır. Bir yataqdır, bir də zaldır. Bura zalıdır. Artırmağa da yeri var. İstəsəniz, artıra da bilərsiniz yan tərəfindən bir otaqda. İstili sistemi kombidir. Dediyim kimi 304 nömrəli məktəbə yaxın, tam bir addım. Qapısına kimi asfalt, gir yaşa bir evdir, 2 otaqdır. İşıq, qaz, su burada daimidir. Heç bir problemi yoxdur. Ən gözəl, day dostlar, bilirsiniz nədir? Ən gözəldir. Odur ki, sənəd. Sənəd tam paket kupcadır. 51.500-ə deyir. 51.500-ə deyir. Yenə dediyim kimi endirim ev yiyəsinin özü tərəfindən olur. Bizə deyilən qiyməti qoyuruq. Ev yiyəsindən gəlib danışırsınız, razılaşırsınız, halallaşırsınız. Allah hər kəsə inşallah ev qismətləsin ay dostlar. İstəyən dostlarıma, istəyən evi olmayan bütün insanlara ev qismət eləsin. İnşallah, inşallah gözəl Allahım. Buyurun, gəlin.